أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah mübarək cümə gününü hamımız üçün xeyirli, uğurlu, bərəkətli qərar versin. Bu gözəl günlərin feyzindən, bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi Allah rəhmət eləsin. Allah əskər balalarımızı düşmən şərrindən, qəriblərimizi düşmən şərrindən hifz eləsin inşallah. Xəstələrimizə, xüsusən duaya ehtiyacı olan xəstələrimizə tezliklə Allah şifa inayət eləsin inşallah. Müşkül və problemlərimizi həll eləsin. Darda olanlarımıza Allah tezliklə nicat versin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Allah bizləri ağanın zuhuruna hazır olanlardan, qəlbini razı salanlardan qərar versin. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edin. Zilqədə ayının son günlərini yaşayırıq. Zilqədə 4 haram aylardan biridir. Bizim 4 haram ayımız var. 3'ü ardıcıldır, biri isə biraz bu 3 aydan uzaq düşüb təkdir. Zilqədədir, Zilhiccədir, Muharrəm ardıcıl 3 haram ay, bir də Rəcəb ayı haram aylardan sayılır. O biraz bu aylardan uzaq düşür. 3 ardıcıldır, bir də Rəcəb ayı. Əzizlər, Zilqədə ayı önəmli aylardandır. Elə həcc aylarından sayılır. Çünki həcc mövsumu Zilqədə ayından başlayır. Artıq hacılar gedib bu günlərdə Məkkəyə çatanlar öz ömrələrini yerinə yetirirlər. Ta gözləyirlər, ta gəlsin Ərəfə günü yenidən gedirlər, ehram geyinib Ərəfata və həccin digər əməllərini yerinə yetirirlər. İnşallah bizim vilayətdən də, bizim ölkəmizdən də bu müqəddəs ziyarətə gedənlərin Allah ziyarətlərini qəbul eləsin. Allah bütün arzusunda olanlara bu gözəl ziyarəti, öz evinin ziyarətini nəsib eləsin inşallah. Allah İslamı və müsəlmanları bütün təhlükələrdən, bəlalardan hifz eləsin inşallah. Gedən hacılar öz həcc ziyarətlərin sağ salamatlıqla yerinə yetirib, öz ailələrinə, öz yurdlarına, öz ölkələrinə sağlam qayıtsınlar inşallah. Həqiqətən həcc özü böyük ziyarətdir. Allah bu ziyarəti bizim hamımıza nəsib eləsin inşallah. Bizim bir müəllimimiz var idi, Allahın ruhunu şad eləsin.
Deyirdi, hac sigaret çəkmək kimi bir şeydir. Öyrəşdin ki, ata bilmirsən. Bir dəfə gedən ikinci dəfə istəyir getsin. Üçüncü dəfə istəyir getsin. Və bunu gedənlər təsdiqləyə bilərlər. Deyir, indi ona sigaret kimi bir şeydir, deyir. İndi biraz köbut təşbih də olsa, nədə o bağlılıqda. Deyir, necə ki, insan sigaret çəkəndə bağlılıq əmələ gəlir, həccə də çox gedəndə nədir? İnsan istəyir elə getsin. Allah gedənlərə yenə də nəsib eləsin, getməyənlərə də Allah nəsib eləsin inşallah. Bu niyyətə də ucalı bir salavat ehsan edək inşallah. Zilqədə ayının əziz qardaşlar, sonunda bizim 9-cu imamımız İmam Muhammed Təqi, Muhammed Cavad əleyhissalatu vesselamın şəhadətidir. Bu ay İmam Cavad əleyhissalatu vesselamın şəhadəti ilə bitir. Və qarşıdan gələn Zilhiccə ayı da gözəl münasibətlərlə doludur. Həzrəti Əli və xanım Zəhranın evlənmə münasibətindən tutmuş, Qurban bayramı, Qədirxun bayramı, bütün gözəl günlər qarşıdadır. Allah o günləri də yaşamağı, o günlərin də gözəl əməllərini yerinə yetirməyi bizlərə nəsib eləsin inşallah. Əzizlər, Zilqədə ayının sonu İmam Cavad əleyhissalatu vesselam şəhid olub. İmam Cavad əleyhissalatu vesselam bizim imamlarımızın içində ən az ömür yaşayan imamdır. 25 ili tamamlamayıb. 25 yaş deyirik, amma 24 il neçə ay, 25 il tamamlamayıb. İndi biz deyirik 25 yaş yaşayıb. Həzrəti İmam əleyhissalatu vesselamın dövrü çox mürəkkəb bir dövr olub. Hicrətin 195-ci ilində İmam Mədinə şəhərində dünyaya gəlib. Ta İmam Rıza əleyhissalatu, 7 il İmam Rıza atası İmam Rıza əleyhissalatu vesselamın dövründə yaşayıb. 7 yaşında İmam Rıza əleyhissalatu vesselam hicrətin 203-cü ilində Xorasanda, indiki Məşhəd şəhərində İmam Rıza əleyhissalatu vesselam şəhid olandan sonra Məlun Məmun Əbbasinin verdiyi zəhər nəticəsində İmam Cavad əleyhissalatu vesselam 7 yaşında bütün Şiə aləminin, bütün müsəlmanların imamı mənsəbi ona çatır. Ona görə də İmam 7 yaşında imamətə çatan. Yəni biz deyirik 7 yaşında körpə uşaqdır da, amma o qədər İmam Cavad əleyhissalatu vesselam qeyri-adi savada sahib olan insan olub ki, həqiqətən də zamanının dahilərini mat-mətəl qoyub. Öz cavanlığına baxmayaraq, Əhl-i Beyt əleyhissalatu vesselamın, yəni imamların ən gənc yaşında imamətə çatan bir fərdi olaraq 7 yaşında. Yəni bunda Allah öz risalətini, hökmünü hansı yaşda, kimdə qoymaq istəyir, onu Allah özü bilir, yaxşı bilir. İsa Peyğəmbəri Qundaqda Peyğəmbər eləyən Allah İmam Cavadı da 7 yaşda imam eləməyə qadirdir. Yəni biz Quran oxuyanlar bilirik ki, İmam Cavad Həzrəti İsa əleyhissalatu vesselam anasının qucağındakı Məryəmi bədəxlaqlıqla ittiham eləyən zaman Allahın onun üçün qoyduğu çıxış yolu nə idi? Sən denən ki, mən bugün oruç tutmuşam, heç kimlə danışmayacağım. Onların dövründə danışmamaq orucu vardı. İnni nəzərtu lirrahmani savmən fələn ukəlliməl yevmə insiyyə. Bugün heç kimlə danışmayacağım. Gəldi Məryəm, Qundaqda qucağında uşaq, qövmünün qarşısında, tayfasının, millətin qarşısında cəmaat belə deyək də ələtəşdilər ki, Məryəmi daşqalaq eləsinlər, vursunlar, təhqir eləsinlər. Ay İmranın qızı, axı sənin ailəndə, sənin nəslində belə pis hərəkət eləyən, bədəxlaq adam olmamışdı. Sən niyə belə oldun? İşarə elədi ki, mən orucam, nə sualınız varsa bu uşaqdan soruşun.
Allah'ın möcüzəsidir, Quran ayəsidir. Nə sualınız var? Bundan soruşun. Deyir ki, biz necə qundaqda olan, beşikdə olan körpə ilə danışayıq? İsa Allahın izni ilə dilə gəldi, dedi, mən Allahın bəndəsiyəm, Allah məni peyğəmbər qərar verib, bərəkətli qərar verib, mən sizin peyğəmbərinizəm. Harda, haçan dedi bunu, qundaqda bir neçə saat bundan qabaq dünyaya gələn bir uşaq dedi, mən peyğəmbərəm. Qundaqda olan bir uşaq dilə gəldi, bütün insanlar diz çöktülər, bu möcüzəni gördülər və onun peyğəmbər olmasını nə elədilər? Qəbul elədilər. Quran bu cür hadisələri bizə çatdırır, bu cür baş verən möcüzəvi hadisələri çatdırmaqda bir məqsəd də budur ki, biz belə az yaşında imamətə çatan İmam Cavad kimi fərdləri görəndə təəccübə gəlməyək. İsa qundaqda danışırsa, elmdən, hikmətdən, peyğəmbərlikdən danışırsa, 7 yaşında İmam Cavad artıq nədir? 7 yaşındadır. 7 yaşında İmam Rızadan sonra nədir? İmamətə çatdı. 7 il İmam Rıza aleyhissalatu vesselamın dövründə hicrətin 203-cü ildə dediyim kimi İmam Rıza şəhid oldu, İmam Cavad gəldi. İmam Cavad aleyhissalatu vesselam atası İmam Rıza aleyhissalatu vesselamdan sonra 15 il yaşadı, 17 il yaşadı, üzr istəyirəm, 17 il yaşadı. Təxminən hamısı bir yerdə 14 il yarım, 24 il yarım, 25 ilə qədər ömür sürüb. İndi tarixdə yazılır 25 yaş. Amma belə baxanda görsəniz 25 yaşa tamamlanmayıb. İmam Rıza aleyhissalatu vesselamdan sonra 17 il yaşadı. Bu 17 ilin 15 ilini elə Məmun Abbasi, Məlun Məmun Abbasi İmam Rızanın qatilinin dövründə yaşadı. 15 il. Bu 15 ildə Məmun Abbasi ki gördü, İmam Rızanın oğlu Cavad bu qədər gənc olmasına baxmayaraq bütün sahələrdə elmli bir şəxsiyyətdir. Alimlər bunun qarşısında diz çökürlər, bunun elminin qarşısında belə təəccübə gəlirlər. Belə qərar verdi ki, öz qızı Ummul Fadli onunla evləndirsin. Məmun öz qızını, Abbasi xəlifəsi, Məmun öz qızını verdi kimə? Evləndirdi İmam Cavad aleyhissalatu vesselamla. Abbasilər etiraz elədilər, sən nədir gətirmirsən, Rızanın oğlunun yer. Biz yəni belə deyək də, dolayısı yolla etirazlarının səbəbi bu idi ki, biz Rızadan canımızı güclə qurtarmışıq, indi sən gətirib oğlunu yaxınlaşdırırsan. Dedi, siz bunun bildiyini bilmirsiniz. Bu cavan elə səviyyədədir ki, elə ailədəndir ki, bunun elmində, onun zamanəsində bu səviyyədə insan yoxdur. Qızı Ummul Fadl'dan evləndi və Cavad aleyhissalatu vesselam Ummul Fadlı götürdü, gəldilər Peyğəmbərin Mədinə şəhərində yaşadılar. Məmun, Allah ona lənət eləsin. Düzdür, İmam Cavad haqqında yaxşı sözləri var, tərifləyib, amma bizim el dilimizdə bir söz var, deyir, başımı sındır, ətəyimə qoz tök. Belə bir məsələdir, mən də bir el məsələdir deyirəm. Kişinin atasını öldürmüşsən, şəhid eləmişsən, oğlunu tərifləyirsən. Oğluna öz qızını verirsən. Bu nəyi dəyişir ki? İmam da bunun xəbis niyyətini bilirdi. Bunlar indi nə qədər zahirdə tərifləsə də, bunlar istəyirdilər nədir? İmam Cavad nəzarət altında qalsın. Ən yaxın, ən əzizini, cigər güşəsini, qızını İmam Cavada verməklə məqsədə nəzarətə saxlamaq idi. Bu hilə idi. Bu qohumluq əlaqəsi qurmaq deyildi. Mən öz qızımı Peyğəmbər oğluna verdim deyildi. Sadəcə olaraq qız elə bil ki nədir? Bir casus kimi onun evində olsun. Bir casus kimi onun evində olsun. Məmun Abbasi İmam Rıza aleyhissalatu vesselamdan sonra 15 il yaşadı. Bu Məmun görbagör olandan sonra, həlak olandan sonra onun qardaşı Mötəsim Billah gəldi xilafət. Allah ona lənət eləsin. İmam Cavad aleyhissalatu vesselam ömrünün son 2 ilini Mötəsim Billahın dövründə yaşadı. Son 2 ilini Mötəsim Billahın dövründə. Bu da nədir? Belə Harun Ər-Rəşidin oğlanlarından biridir. Məmunun qardaşıdır. Mötəsim xilafətə gələn gündən birinci
məsələ bu idi onun diqqətində ki, İmam Cavadı nəzarətdə saxlasın. Çünki Məmun onu öz qızını vermişdi, yaxınlaşdırmışdı ailəyə. Mədinədə insanlar bunun ətrafında idi. İstəyirdi ki, imam nəzarətdə qalsın. Ona görə də öz adamlarını göndərdi. Necə ki, Məmun İmam Rıza əleyhissalatu vesselamı gətizdirmişdi Xorasana. Bu məlunda Mü'təsim billah da İmam Cavad əleyhissalatu vesselamı zorla gətizdirdi Bağdada. Bağdada. İndiki Bağdadın Kazımeyn vilayətində haman o qəbirdə İmam Musa Kazımla İmam Cavad əleyhissalam 7-ci imamla 9-cu imam bir yerdədirlər. Bəli, baba nəvə. Allah görənlərə dübara və görməyənlərə tezliklə nəsib eləsin inşallah. Gətirdi Bağdada. Mü'təsim billah imamı Bağdada zorla gətizdirəndən sonra başladı qardaşı qızı vasitəsilə hilələr qurmağa. Haman bu Ümmül Fazıl. Ümmül Fazıl, Allah ona lənət eləsin, imam xanımı idi. Amma əmisi onu aldatdı. Əmisi aldatdı deyəndə mən belə başa düşürəm ki, elə əvvəlcədən bu plan idi. Elə Məmun da bir casus kimi onu yerləşdirmişdi ora. Ona görə də Allahın lütfu olub ki, Ümmül Fazıla Allah İmam Cavaddan övlad verməyib. Övladı olmayıb. İmamın ikinci bir həyat yoldaşı olub. Ondan övladları olub. Bizim 10-cu imamımızın anası. Amma Ümmül Fazıldan yoldaşı olmayıb. Övladı olmayıb. Bu da qadın övladı olmayıb uzun müddət. İmamın da başqa həyat yoldaşı olub. Biraz da qısqanclıq, qadın qısqanclığı. Necə ola bilər ki, onun övladı var, mənim övladım yoxdur, niyə belə oldu filan oldu. Əmisi də bunu aldadır. İmamın ən çox sevdiyi və yediyi üzüm növü olur. Götürürlər onun əli ilə, Ümmül Fəzlin əli ilə. O zəhəri qoyurlar, haman üzümü zəhərləyirlər. Gətirir məlunə, haman bu qadın, Allah ona lənət eləsin. Yedizdirir onu İmam Cavad əleyhissalatu vesselama. İmam o üzümlərin, üzüm gilələrini yiyəndən sonra Ümmül Fazıl başlayır ağlamağa. İmam bilir mövzu nədir? Deyir ki, Ümmül Fazıl, indi daha ağlamağın xeyri yoxdur. Məndən sonra Allah sənə elə bir bəla düçar eləyəcək ki, nə o bəlanı gizlədə bilərsən, nə də onu müalicə eləməyə imkan pul tapa bilərsən. Bütün xəzinələr də xərclənsə, Allah sənə o dərddən şəfa verməyəcək. Xülasə, işim yoxdur bu Ümmül Fazıl bu cinayəti elədi. İmam Cavad əleyhissalatu vesselam bir neçə gün bu zəhərin təsirində qaldı. O zəhərin nəticəsində imam şəhid oldu. Amma imamın Ümmül Fazla etdiyi qarğış qısa müddətdə Ümmül Fazlı tutdu. Allah ona həssas yerlərində elə bir xəstəlik verdi ki, cəmaat çirkin, iyrənc iyindən ona yaxın dura bilmirdi. Bütün sərvətini, daha xəlifənin qızı idi də, nələri xərclədilərsə, o xəstəlikdən özünü müalicə eləyə bilmədi. O xəstəlik sayəsində də nədir? Öldü, lənətə vasil oldu. Tamam bu Ümmül Fazıl. Allah ona lənət eləsin. Baxın, əzizlər, İmam Cavad əleyhissalatu vesselam çox dəhşətli bir ömür yaşayıb. Qısa, mənalı, həmişə nəzarətdə və xəyanəti ona eləyən öz evinin adamı eləyib. Fikir verirsiniz? Evinin öz fərdi ona xəyanət edib. Bu günləri bəzən insanın nura yaxın olması önəmli deyil. O nurdan istifadə edib etməməsi önəmlidir. Nə olar ki, sən nurun yanındasın. Ondan qabaq da bu tarix bunu göstərir ki, İmam Həsən əleyhissalatu vesselamı da Əşəsin qızı Cövdə, Allah ona lənət eləsin, o da dünya malına görə öz ərini nə elədi? Zəhərlə şəhid elədi. Təsəvvür eləyin, insan Allah lütf eləyir, inayət eləyir, sən gəlirsən, olursan imamın həyat yoldaşı. İmamın həyat yoldaşı olursan. İmamla bir yastığa baş qoyursan, bir yerdə yaşayırsan, imamı gündə görmək şərəfinə
sahib olursan, amma nəticə etibarına görə nə qədər sən bədbəxtsən ki, nəticədə imam öldürürsən. Öz əlinlə, öz həyat yoldaşını öldürürsən. Bundan böyük bədbəxtçilik var. Ona görə də bəzən həqiqətən də o Həzrəti Əli əleyhissalatu vəssalam Nəhcül Bəlağədə, hələ ondan qabaq da Qur'an-ı Kərimdə bəzən o şahidlik məsələlərində qadınlar istisna olunublar, müəyyən yerdə şahid diyana bilməzlər, müəyyən yerdə hökm çıxara bilməzlər. Bütün bunların kökündə bax bu qadında olan o sadəlik ki var, tez aldanmaqlıq. Həzrəti Əli Nəhcül Bəlağədə bəziləri deyir ki, Həzrəti Əli qadınları təhqir edib. Qadınları təhqir eləməyib. Deyib, "Hunnə naqisatul uqul." Onlar ağıldan nədirlər? Naqisdirlər. O naqis, o naqisatul uquli vəl iman. İmandan da naqisdirlər. Bu o demək deyil ki, onların ağlından nəsə çatışmamazlığı var. Yox, yox. Sadəcə olaraq qadın psixologiyası ilə kişi psixologiyası fərqlidir. Qadının qarşısında biraz ağla, biraz hönkür, biraz özünü roldan rola sal, qadını tez aldadarsan. Amma kişi isə nədir? Ona görə deyirlər ki, nədir? Qadın öz hissləri ilə düşünür. Qadın öz hissləri ilə düşünür. Kişi isə öz ağlı ilə düşünür. Qadın addım atanda hisslə addım atır. Kişi isə addımını atanda ağılla atır. Təbii ki, bu söhbət normal kişilərdən gedir. Kişi heyətində olan arvadlardan söhbət getmir. Amma baxın, bu boyda bədbəxtçiliyi Ümmül Fazıl ondan qabaq Cü'də, hələ siz Peyğəmbərin həyatına nəzər eləyin, sonra baxın, görün nə qədər bədbəxtçiliklər nədir? Yaşanıb. Ona görə əziz qardaşlar, bu mübarək Zilqədə ayı, elə həcc ziyarətinin başlanğıc ayı hesab olunur. Çünki həccin əməlləri bu ayda nədir? Başlayır. Gedənlər bilirlər ki, artıq bizim ölkəmizdən də hacılarımız yavaş-yavaş gedirlər, gedənlər gedib, yetişiblər, indi bəziləri gedəcək. Allah bütün orada olanların həclərini qəbul eləsin inşallah. Allah o gözəl ziyarəti yenə də dua eləyək, bizə də nəsib eləsin. Böyük, həqiqətən də əzəmətli bir ziyarətdir həcc ziyarəti. Həcc ziyarəti önəmli bir ziyarətdir. O həcc ziyarəti ki, o böyük əzəmətlə bizə qiyamət gününü xatırladan bir ziyarətdir. Həqiqətən də insanlar, bütün insanlar eyni libasda, eyni geyimdə. Bu da Allahın bir hikməti var burada ki, bütün dünya paltarlarımızı soyunuruq, nə geyinirik əynimizə? Ancaq iki hissədən ibarət olan nədir? İhram paltarı geyinirsən. Tikişi olmasın. Tikişi olmasın. Tikişsiz bir şey geyinirik əynimizə. Hətta nədir bütün? İndi qadınlar istisna olmaqla. Qadınların öz xüsusi vəziyyəti var. Qadınlar öz geyimlərində, öz paltarlarında ihram geyinirlər. Amma kişilər isə nədir? Sən o iki paltardan başqa əlavə geyim geyinə bilməzsən. Kəfən heyətində geyinirsən, baxırsan ilahi pərverdigara, elə o Kəbədə biraz hündürə çıxanda aşağı baxırsan, görürsən bütün milyonlar cəm olub bir yerə fırlanır, hamısı eyni formada. Və Allah da istəyir ki, sən baxasan ki, bax, burada sən biri şahdır, biri kölədir, biri müəllimdir, biri doktordur, biri fəhlədir. Amma gün gələr, necə ki, həcc ziyarətində hamı eyni formadadır, yenə də qiyamət günündə hamımız eyni formada gələrik. Böyük də, kiçik də hərə öz halına yanacaq, ilahi sən mənə xilas elə, ilahi mən... Heç kim baxmaz ki, mən filan kəs idim, mən filan vəzifədə idim, mən filan qədər pulum var idi, malım vardı. Bunlar hamısı bu dünyaya olan məxsus olan şeylərdir. Ona görə həcc ziyarəti ilk öncə müsəlmanların birliyi və ondan da sonra əziz qardaşlar müsəlmanların izzətini nümayiş edir, birliyini nümayiş edir və həm də insana açıq-aşkar axirəti nə edir? Yadımıza salır. Qurban kəsməklə fədakarlığı öyrədir bizə ki, biz insanlar birik, birgə yaşamalıyıq, bir-birimizə nədir? Dəstək olmalıyıq. Təbii ki, indi qarşıdan da dediyim kimi Hiccə ayında bizim ən böyük bayramlarımızdan biri olan Qurban bayramı gəlir. Orada da nədir? Biz həcdə olmasaydı belə qurban kəsməkliyi bizə müstəhəbdir. İnşallah bu barədə gələn xütbələrdə məlumat verəcəyəm. Amma bu da bir növ nədir?
gözəl bir əməldir ki, dəfələrlə mən demişəm ki, o qədər təkidlə bu qurban kəsməklik tövsiyə olunub ki, kəsəndən sonra onu kasıblara paylamaq tövsiyə olunub ki, hətta pulun yoxdursa, Peyğəmbər deyir, borc al, qurban kəs, mən zəmanət verirəm ki, Allah sənin o borcunu tezliklə nə eləyəcək? Qaytaracaq, verəcəksən. Gör, nə qədər təkidli bir şeydir. Ona görə əziz qardaşlar, bu gözəl Zilqədə ayının son günləri, İmam Cavad əleyhissalatu vesselamın şəhadət günləri, həcc ziyarəti ərəfəsi, Qurban bayramı, qarşıdan Qədirxun bayramı, bu gözəl, məsuliyyətli günlər gəlir. Allah bu günlərdə bizləri müvəffəq eləsin inşallah. Allah bu günlərdə edilən ibadət və itaətlərimizi qəbul eləsin. Xüsusən də, əzizlər, Zilhiccə ayı ki, daxil olur, yəni bu ay bitir, Zilhiccə ayı daxil olur, İlk 10 gün ən önəmli günlərdəndir. Haman günlərdə oruç tutmaq, zikr eləmək, dua eləmək, o günə məxsus zikirləri yerinə yetirmək çox önəmlidir. 10 gün ta Ərəfə gününə qədər, yəni bayram günü oruç tutmaq haramdır bilirsiniz, amma ta bayram gününə qədər bu günlərdə oruç tutmaqlıq xüsusi təkidlə Əhl-i Beyt əleyhissalatu vesselamdan varid olub. Allah gələn günlərimizi xeyirli eləsin. Allah subhanahu və teala bir daha dua eləyək. Dünya və axirət bizləri Muhammed və Ali Muhammeddən ayrı salmasın. Dünyada onların ziyarətlərin, axirətdə şəfaətlərin bizlərə nəsib eləsin. Allah bizi öz evinə qonaq olanlardan həcc ziyarətini, vacib həcc ziyarəti önəmli ziyarətlərdəndir. Çox önəmli ziyarətlərdəndir. Allah səhhət bədənlik versin. Allah bizim ruzumuzə bərəkət versin, hamımıza həcc ziyarətini nəsib eləsin inşallah. Dünyadan köçüb gedənlərimizin, şəhidlərimizin ruhları şad olsun. Allah əskər balalarımızı hifz eləsin. Dünyamıza əmin-amallıq versin və bizim əmin-amallığımızı bizlərə çox görməsin inşallah. Hamımız bu dünyadan köçüb gedərik. Allah aqibətimizi, axirətimizi xeyirli və izzətli qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim, Vəl-asri innəl insana ləfi xusr, illəl-ləzīnə amanu və amilus-salihati və təvasav bil-haqqi və təvasav bis-sabr. Amennā billah, sadaqallahul aliyyul azim, vəssalamu aleykum cəmi'an və rahmetullahi və barakatuhu.